Herkese salam. Bugün sizinle hem dadlı hem de evde olan erzaklarla asanlıkla hazırlayabileceğiniz peçeni resepti bölüşürəm. Bunun üçün qaba 3 ədəd yumurta, 1 stəkan şəkər tozu və 1 paket şəkərli vanilin əlavə edib qarışdırıram. Yarım stəkan bitki yağı əlavə edib azca qarışdırdıqdan sonra 3 xörək qaşığı kakao və yumşaq xəmir alınana qədər un əlavə edirəm. Bir paket kabartma tozunu da kənarda un ilə qarışdırdım. Təxminən 4 stəkan undan istifadə etdim. Bütün ərzaqlar qarışdıqdan sonra xəmiri gözlətmədən peçeniləri hazırlayıram. Daha sonra soba listinə düzüb bu şəkildə üzərinə şəkər pudrası əlavə etdim. Üzəri xırçıltılı, içərisi yumşaq peçenilər alındı. Videonun aşağı hissəsində şərh bölməsində fikirlərinizi mənimlə bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.